Salam dəyərli izləyicilər, salam müəllimlər, salam şagirdlər. Sizləri İnnovativ Təhsil Mərkəzindən xoş gördük. Mən Anar Həsənov. Bu gün sizlərə xüsusən də birinci blok imtahanına hazırlaşan şagirdlərə kömək üçün belə bir sualın isbatı ilə və izahı ilə qarşınızdayıq. Sualda nə deyilir? Maraqlı sualdır. Sual həm blokların imtahanına gələ bilər, həm də MİQ və sertifikasiya imtahanına gələ bilər və buna aid sual qura bilərlər. Sual nədir? Ixtiyari bir trapesiyanın iti bucaqları 15 və 75 dərəcə olduqda hündürlüyün oturacaqların fərqinin yarısına bərabər olması, sahənin də bu üsulla tapılmasını isbat edin. Yəni əslində hündürlüyü tapsaq, sahədə orta kateqori hündürlüyü olduğuna görə oradan da daha da rahat tapa bilərik. Yəni burada ədədlər də verib sizdən sual soruşar. Birinci qruplar sizdən isbatını da soruşar. Mən bu misalı isbat etmək üçün xüsusən sizə 15-75 üçbucağın, düzbucaqlı üçbucağın isbatını verəcəm. Deməli, bir düzbucaqlı üçbucağın iti bucaqları 15 və 75 dərəcə olanda hansı qaydalar alınır? Gəlin onu bir yazıda salın. Bu da düşər ayrıca sizdən isbat soruşar. Yadımıza nə salaq? Bax, belə bir cümlə işlədirəm. Düzbucaqlı üçbucağın bir iti bucağının 2 mislini alanda ən çox istifadə olunan üsul hipotenuzun median çəkmə üsuludur. Niyə? Çünki median hipotenuzun orta nöqtəsini birləşdirirdi və özü də hipotenuzun yarısına bərabər olurdu. Yəni, bax, bu və bu. Bax, indi fikir verin, bu iti bucaq alfa olsa, gəlir bura da alfa olur. Çünki bu bərabər yanında 3 bucaqdır və bura bir xarici bucaq, qonşu olmayan 2 daxili bucağın cəmi olduğuna görə 2 alfa olur. Bax, fikir verin, 15-in 2 qatı 30-u mən bu şəkildə ala bilərəm. Onda nə edirik belə misallarda? Ümumiyyətlə, bax, 15 olanda, 75 olanda, 22,5 olanda, 67,5 olanda həmişə hipotenuza, fikir verin, medianını çəkirəm. Median nə edirdi? Median qarşı tərəfin ortasını birləşdirirdi və özü də hipotenuzun yarısıydı. Ona görə burada 15 dərəcə olur və bir xarici bucaq, qonşu olmayan 2 daxili bucağın cəmi olduğuna görə bura 30 dərəcə olur. Baxın, indi biz 30 dərəcəni aldıq. Biz düzbucaqlı üçbucaqlarda 30 dərəcəni görən kimi ağlımıza nə gəlirdi? 30, 60, 90 üçbucağı. Yəni 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıydı. Ona görə götürülür burada, hündürlüyü çəkirik və hündürlük h olanda, baxın bu şəkildə hipotenuz nə qədər olur? 2h. Hipotenuz burada median rolunu oynadı. Median idi. Median da ümumi baxanda hipotenuzun yarısıydı. Oldu 4h. Yəni burada oldu s. Baxın, biz nə ispat edirik? Sizdən soruşardı ki, düzbucaqlı üçbucağın iti bucaqları 15-75 dərəcə olanda hündürlüyün, hipotenuza çəkilmiş hündürlüyün hipotenuzdan 4 daha az olduğunu ispat edin. İndi sahəni də sizdən soruşa bilərdi. Tərəf vurusun hündürlüyü bölü ki, buradan da alardıq s kvadratı bölünsün 8. Deyərdi bunu ispat edin. Bir çox müəllimlər trigonometri üsulu da verərlər, o da doğrudur, amma sinus 15, tangens 15-in trigonometri qaydalarını yadda saxlamaq biraz çətindir. Baxın, bunu ispat etdi, indi keçirik ora. Elə mən bir cümlə də deyim, şagirdlər və müəllimlər, bu düzbucaqlı üçbucağın 15 dərəcəsi, 75 dərəcəsi olanda ən çox istifadə olunan qaydası budur. Yəni, hipotenuza çəkilmiş hündürlüyün hipotenuzdan 4 daha az olmasını bilməlizdədir. İndi gələk buna. İndi burada da trapesiyada sizə belə bir şey öyrədirəm. Əgər trapesiyalarda bərabər yanlı və ya düzbucaqlı trapesiya deyilsə, məsələlərin çoxunda ortada bir paralelogram quranda məsələ rahat həll olunur. İndi gəlin bu C-dən AB-yə paralel bir parça aparaq, yəni bir paralelogram quraq. Qoy getsin, buraya bucaq görünsün. Onda bura bir Y olsun. Paralelogram olduğuna görə qarşı tərəfləri bərabərdir və qarşı bucaqları bərabərdir. Çarpazlıqlarında burada 15 olur. İndi alt oturacaq B olduğuna görə buradan mən A-nı ayırmışam. Bura nə qalacaq? B müsar qalacaq. Onda şagirdlər və müəllimlər, sualımız izahı bitdi. Çünki 15-75 bura 90 və indi mən nə isbat etdim? Dedim, hipotenuza çəkilmiş hündürlük 15-75-də hipotenuzda B müsardır. 4 dəfə nə olurdu? Az olurdu. Baxın, ispat etdi. Və sahanı necə ispat edərik? Sahada orta xətt vurusu hündür olduğuna görə müxtəsər vurma düsturundan B minusanı B plus aya vuranda nəyi verəcək? B kvadratın A kvadrat bölünsün 4-ü verəcək. Belə, yəqin ki, izahını anladınız. Deməli, birinci bloka hazırlaşan şagirdlər bizim sürətli blok qruplarımıza qoşulsanız, orada
DİM-də olan bütün isbat suallarıdır, DİM nəşrlərində olan. Təbii ki, DİM-in 20 variant testində olan bütün isbat suallarıdır və ən çox da həndəsədən, xüsusi cəbirə aid düşə biləcək sual tiplərinə sizlərə çoxlu sualların isbatları öyrədiləcək və görürsünüz ki, praktik üsullarla öyrədiləcək. Yəni əzbər formasında yox. Yəni hər bir düstur, hər bir xətti niyə çəkirsən, bu düstur niyə alınır? Onlara, şagirdlərə tam inşallah mənimsədiləcək. Belə, inşallah növbəti izahlarda görüşərik. Hər birinizə uğurlar.